Qan azlığı zamanı biz nə etməliyik? Qan azlığı adətən bizdən asılı olub-olmamağına görə iki qrupa bölünür. Bir, bizdən asılı olmayan qan azlığı. Misal üçün, irsi hər hansı bir xəstəliyin fonunda yaranmış qan azlığı. Xüsusən də uşaqlarda bu mütləq ki, təsdiqlənməlidir. Əgər qan azlısa, irsi xəstəliklər yoxlanılmalıdır. Çünki hemolitik deyilən bir növ qan azlığı var. Burada qanın parçalanması gedir. Talasemiya daşıyıcıları, glukoza altı dehidrogeneza çaşmazlıqları və s. Bu səbəblər təsdiqləndikdə xəstə hematoloqa müraciət etməlidir və ona uyğun müalicə götürməlidir. Bir də var bizdən asılı olan qan azlıqları. Misal üçün, qidalanmanın zəif olması, dəmir defisiti, B12 defisiti, fol turşunun defisiti olan qan azlıqları və yaxud hər hansı bir xəstəliyin fonunda xroniki xəstəliyə görə, misal üçün, mədə xorası, bağırsaq iltihablarında yaranan qan azlıqları, şəkərli xəstələrin dərman preparatının əlavə təsiri olaraq yaranan qan azlıqları. Burada isə səbəb bizdən asılıdır və biz onu özümüz ailə həkimimizin müraciətlə müalicə edə bilərik. Hemoglobin göstərisinə görə adətən qırmızı qanın miqdarı təyin olunur. Hemoglobin 10 və onun üstündə olduqda biz bunu təbii qidalanma ilə, misal üçün qaraciyər, ət məhsulları, müəyyən spanaq və digər vitaminli qidalar, meyvələrlə normaya gətirə bilərik. Amma hemoglobin 10-un altında olduqda isə həkimə müraciət etməliyik və ona uyğun müalicə tərtib olunmalıdır. Misal üçün, dəmir defisiti bəzən ola bilər ki, olsun, anemiya səbəb olsun, amma B12 yüksək olsun. Biz onda yalnız dəmir preparatından istifadə etməliyik. Bəzən ola bilər ki, dəmir normal olsun, B12 və fol turşu defisiti olsun və ona uyğun dərman preparatı təyin olunmalıdır. Bu baxımdan qan azlığımızı müalicə etmək üçün qan azlığının bizdən asılı olan və asılı olmayan səbəb müəyyən etmək sağlamlığımız üçün atılan ilk addımdır.